Abituriyentlər, bugün sizə azonatorlarla bağlı olan test nümunəsinin izahını verəcəm. Deməli, bir azonator nədir? Birinci onu deyim. Azonatorlar oksigendən azona və ya azonun oksigenə çevrilməsi üçün lazım olan bir vasitədir, bir avadanlıqdır və oksigendən azonun alınmasını yazdıqdan sonra əmsallaşdıran zaman, deməli, oksigen 3 mol, azon 2 mol yazdığımız zaman qarşısına 3 vur 2, 6, burada da 2 vur 3, 6. Yəni sayılar bərabərləşir. Deməli, oksigendən azonun alınması 3-ün 2 nisbətində gedir. Və burada deməli bizdən deyir ki, n litr oksigendən alınır. Deməli, n-4 litr azon və 3 litr oksigen. Bunun üçün biz yazmalıyıq ki, deməli, baxın, əgər 3 moldan 2 mol azon alınırsa, biz nə etməliyik? Deməli, 2n, burada n olduğu üçün n vururuq 2-yə və buradan xətt çəkirik, yazırıq 3n çıxılsın 12, üzərinə gəlinsin 6. Daha sonra n'i bu tərəfə keçirdiyimiz zaman, sola keçirdiyimiz zaman n bərabərdir 6. Deməli, n'in qiyməti 6 imiş. Baxaq, 6-nı vuranda oksigenin ikisinə 2, 12 eləyir. 6-dan 2-ni çıxdı, 4-ə çıxdığımız zaman 2, burada da 3. Deməli, 2-ni vuranda 3, 6, üzərinə gəlirik 6-nı. Baxdıq ki, həqiqətən də bərabərləşir. Deməli, biz burada hansı texnikadan istifadə etdik? Oksigenin indeksindəki 2-ni vurduq n-ə, yəni baxın bu 2n-ə, bərabər elədik. Deməli, n-4-ü vuranda 3-ə, eləyir 3n-12, üzərinə gəldik, 3 vurulsun 2-ni, yəni 6-nı. Buradan bərabərləşdiyimizdə n-i 6 tapdıq. Demək, doğru cavab A variantı.